Qarabağda kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparmaq üçün müasir suvarma sistemlərindən istifadə şərtdir. Bunu Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova ASTV Xəbərə müsahibəsində deyib, Azərbaycanın su qıtlığı ilə mübarizədə gördüyü tədbirlər barədə danışıb. Gələcək 30 ildəki rəqəmlər heç də ürək açan deyil. Dünya ciddi su problemi ilə qarşı-qarşıyadır və ehtimal olunur ki, bu istiqamətdə müharibələr də artıq torpaq uğrunda deyil, su uğrunda olacaq. Azərbaycanda innovativ həllərin təşviqi üçün hansı işlər görülür? Fermerlər ümumiyyətlə bu innovativ həllərə maraqlıdırmı? Biz müasir suvarma texnikasının tətbiqini prioritet olaraq qoymuşuq cari halda. Fermerlər buna maraq göstərir. Təbii ki, son illərdə xüsusilə məsələn, ərzaqlıq buğda proqramı vasitəsilə məhz müasir suvarma texnologiyası quraşdırılan sahələrə daha yüksək dövlət dəstəyi tətbiq edilib. O cümlədən onu qeyd edirəm ki, işğaldan azad edilmiş rayonlarda torpaqların icarəyə verilməsi prosesi başlanıb və həmin torpaqlarda əkinlərin aparılması bir mənalı olaraq müasir suvarma sisteminin tətbiqi şərtinə bağlanıbdır. Fermerlərimiz də maarifləndikcə, yəni bu istiqamətə faydaları daha çox gördükcə biz əminik ki, daha çox bu müasir texnologiyanın tətbiqini biz müşahidə edəcəyik.